Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə danışıqlardan sonra Fransa prezidenti Emmanuel Macrona Ermənistandan öz ölkəsinin quru sərhədini keçməyə icazə verməyib. Report xəbər verir ki, bu barədə Azərbaycanın Azfront Telegram kanalı yazıb. Mayın 3 və 5-də bir sıra tədbirlərdə iştirak etmək üçün İrəvanda səfərdə olan Macron Ərdoğanla görüşmək üçün oradan bağlı quru sərhədi vasitəsilə Türkiyəyə yola düşərək siyasi cəhətdən rəmzi jest etməyi planlaşdırırdı. Bir neçə məlumatlı mənbənin nəşrə bildirdiyinə görə səfər əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılmışdı. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda o, strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra Macrona rədd cavabı verib. Ehtimal ki, Macron uğursuz xarici siyasətinin beynəlxalq səviyyədə tənqid olunması fonunda Ermənistandan Türkiyəyə səfərini öz diplomatik çəkisinin nümayişinə çevirməyə ümid edirdi. Fransız prezidentinin 30 ildən artıq müddətdir bağlı olan Türkiyə-Ermənistan sərhədini keçməsi, üçüncü tərəfin iki tərəfli kommunikasiyaları açmasının misli görünməmiş nümunəsi ola bilərdi. Afrikanı və Yaxın Şərqi itirən, İsraillə münasibətləri korlayan və Ukrayna istiqamətində heç nəyə nail olmayan Macron bu baş tutmayan cəhdi ilə öz geosiyasi ambisiyaları və Parisin beynəlxalq arenadakı real çəkisi arasındakı uçurumu bir daha vurğuladı, deyə nəşr Le Journal du Dimanche qəzetinin Fransa diplomatiyası Macronun dövründə sürətlə öz əhəmiyyətini itirir adlı məqaləsini də misal gətirərək yazıb. Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın açıqlamaları rezonans doğurub. O bildirib ki, İrəvanda özünü evindəki kimi hiss edir. Eyni zamanda Ermənistan-Türkiyə normallaşması başladıqdan sonra erməni həmkarı Ruben Rubinyana təkliflər edərkən o, Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub. Azərbaycan kivləri qeyd edir ki, onun retorikası Türkiyə hakimiyyətinin rəsmi xətti ilə ziddiyyət təşkil edir və milli maraqlardan uzaqlaşma kimi qəbul edilə bilər.